Investaz investisiya şirkəti salamlayır. Bu gün Amerikan əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar açıqlanacaq və bu məlumatlar Forex bazarlarında dolların digər aparıcı valyutalara olan qiymətlərinə güclü təsir edə biləcəyi gözlənilir. Amerikan əmək bazarında tam məşğulluq hökm sürsə də, may ayında yaradılan yeni iş yerlərinin sayı aprel ayının göstəricisini üstələrsə, Forex bazarlarında dolların qiyməti əlavə olaraq 1%-ə kimi də bahalaşa bilər. Enerji bazarlarında isə Avropa Brent markalı neftinin 1 barel qiyməti 50 dollar kimi 1% ucuzlaşıb. Başda Səudi Ərəbistanı və Rusiya olmaqla digər neft ixrac edən ölkələrin hasilat səviyyələrinin limitini tətbiq etmələrinə baxmayaraq, digər tərəfdən Amerika, Liviya və Nigeriyanın istehsal səviyyələrini artırmaları dünya birjalarında neft qiymətlərinə olan təzyiqləri də artırır. Əlavə məlumatlar üçün isə investaz.az/analiz saytından istifadə edə bilərsiniz. Investaz investisiya şirkəti sizə yatırımlarınıza uğurlar arzulayır.